Özümü necə sevim? Necə özümü sevə bilərəm? Bu sualı heç özünüzə vermisinizmi? Hamı deyir özünü sev. Özünü sevmək vacibdir. Özünü sevsən hər kəs səni sevər. Amma biz çox vaxt özümüzü necə sevəcəyimizi bilmirik. Bugün sizinlə bu mövzuda danışacağım. Özünü sevməyin bir neçə yolunu sizlə danışacağım və müzakirə edəcəm. Salamlayıram hər kəsi. Mən yaşam koçu Aynur İsmailova. Bugün bizim mövzumuz özümüzü necə daha gözəl sevə bilərik. Özümüzü necə sevək? Bununla bağlı sizlə söhbət edəcəm. Xoş gördük hər birinizi. Sevgi nədir? Sevgi ən gözəl, ən saf duyğudur. Həyatın başlanğıcı sevgidir. Bütün canlılar sevgi ilə yaradılıb və insanları bir-birinə bağlayan ən gözəl duyğu sevgidir. İnsanları xoşbəxt edən ən gözəl duyğu sevgidir. Bu sevgini biz çox vaxt qarşı tərəflərə veririk. Öz sevdiyimiz doğmalarımıza, münasibətdə olduğumuz insanlara, övladımıza, valideynimizə, dostlarımıza, yaxınlarımıza, qohumlarımıza veririk. Özümüzü isə necə sevəcəyimizi bəzən bilmirik. Amma bu sualı hər zaman özümüzə verməyimiz lazımdır. Özümü necə sevim? Sizə bir maraqlı texnika deyəcəm. Bu texnikanı çalışın, istifadə edin. Ən az bir ay, bacarsaz daha çox. Hər səhər yuxudan duranda özünüzə bu sualı verin. Özünüzə bu sualı verin. Bugün nə etsəm özümü sevmiş olaram. Bugün nə etsəm özümü sevmiş olaram. Və bu sualın cavabında baxın görün həmin an sizə hansı hiss gələcək, hansı cavab gələcək, hansı duyğu, düşüncə gələcək. Bugün nə etsəm özümü sevmiş olaram. Bu sizin ehtiyacınız olan bir şeylər olacaq və cavab nə gələcəksə də həmin gün onu özünüz üçün edin. Günün sonunda özünüzü sevmək məqsədi ilə etdiyiniz o şeylər sizin şuur altınızda o inancı yaradacaq ki, bəli, mən özümü sevirəm və özümü sevdiyim üçün bunu özüm üçün etdim. Bunu etdim deyə mən özümü sevmiş oldum. Özümə sevgi göstərmiş oldum. Bundan daha gözəl necə ola bilər? İndi isə özünü sevməyin bir neçə yolu haqqında danışaq. 1. Asan olanı deyil, sizə faydalı olanı seçin. Nəticədə sizə yaxşı təsir edəcək işləri seçin və komfort zonanızı tərk edin. Bu nə deməkdir? Olur ki, biz hansısa bir mövqedəyik və olduğumuz mövqeyə biz uyğunlaşmış oluruq. Yəni, bu bizim komfort zonamız olur. Bəzən o olduğumuz mövqe, o etdiklərimiz bizim üçün rahatdır, asandır, öyrənilmişdir və biz bundan kənara çıxmaq istəmirik. Amma elə şeylər var ki, bu çətin ola bilər, bu fərqli ola bilər, bu bizi biraz sıxa bilər. Amma bunu etsək biz fayda əldə edəcəyik. Siz onları seçin. Nəticədə fayda əldə edəcəyiniz şeylər seçin. Və o əldə edəcəyiniz faydalar sizin sevginizin göstəricisi olacaqdır. İkincisi, özünüzü kiçik görməyin. Özünüzü əzməyin, əzdirməyin. Özünüzlə əlaqəli nələrsə danışanda mən bunu edə bilmərəm, mən axmağam, mən bacarıqsızam deyə cümlələr işlətməyin.
Bunlarla siz özünüzü kiçik görmüş olursunuz. Öz potensialınızı bağlamış olursunuz. Öz daxilinizdəki gücü görməmiş olursunuz. Qarşısına sədd çəkmiş olursunuz. Edə biləcəyinizi belə etmək istəmirsiniz həmin anlarda. Amma əslində hər birimiz çox böyük xəzinələrə malikik və bizim daxilimizdə o qədər zənginliklər var ki, bizim o qədər gözəl xarakterlərimiz, o qədər gözəl xüsusiyyətlərimiz, o qədər gözəl bacarıqlarımız, özəlliklərimiz var ki, biz bunların fərqində olsaq anlayarıq ki, Yaradan bizə necə də gözəl yaradıb və Yaradanın sevimli bəndəsiyiksə də biz də bu gözəl xüsusiyyətlərimizlə, bu özəlliklərimizlə niyə də özümüzü sevməyək? Niyə də Yaradanın bizə verdiyi bu gözəlliklərdən doğru şəkildə istifadə edə bilməyək? Bunları dəyərləndirməyək? Bu doğrudan da bizim özümüzə sevgimizin bir göstəricisidir. Üçüncüsü, öncəliklərinizi sıralayın və öncə önəmli olan işlərinizi edin, vacib olmayan işlərinizi isə ondan sonra edin. Belə olanda sizin beyniniz yorulmayacaqdır və siz beyninizi gərginləşdirməmiş olacaqsınız. Amma öncəliklərinizi bilməyəndə nəyi nə zaman etməyiniz də sizin üçün çətinləşəcək. Nəyin sizin üçün vacib olduğunu biləndə onu ön sıraya qoyacaqsınız və onun həyata keçməsi üçün lazım olanları doğru şəkildə etmiş olacaqsınız. Və bunu etməyiniz də sizə fayda vermiş olacaq və beləliklə o sevgi sizə həyatınıza gözəlliklər gətirəcəkdir. Və sonra sizin üçün vacib olmayan işləri vaxtınız qalarsa edə bilərsiniz. Sizə vacib olmayan bir şeylərə vaxtınız qalsa zaman ayıra bilərsiniz. Amma sizin üçün nəyin öncəlik olduğunu bilməyəndə, bunun fərqində olmayanda hər şey qarışıq olur və sizin beyniniz də belə olanda yorula bilir. Başqa insanlara göstərdiyiniz öncəliyi özünüzə də göstərin. Sayğını, diqqəti, anlayışı, sədaqəti başqalarına göstərdiyiniz kimi özünüzə də göstərin. Hər zaman başqalarına vermək olmaz. Onlara göstərdiyiniz o önəmi, o dəyəri özünüzə də verməyi bacarın. Necə ki, yaxınlarınızı, doğmalarınızı əzizləyirsiniz, sevirsiniz, onlara nəvaziş göstərirsiniz. Onları özünüzə edin. Onlara etdikləriniz qədər də özünüzə edin. Və bu sizin önəminizi ortaya çıxaracaq. O dəyəri özünüzdə görmüş olacaqsınız. Bu sizi xoşbəxt edəcək. Və özünüzün o içinizdə olan sevgi ilə önəminizi görmüş və fərqində olmuş olacaqsınız. Bədəniniz sizə mesajlar verir və siqnallar verir. Onları görün, onları dinləyin. Yorğunsuzsa dincəlməyi bilin. Yeriməyə, yürüyüşə ehtiyacınız varsa, yeriyin, yürüyüş edin. Dincəlməyə ehtiyacınız varsa, dincəlin. Dinlənilməyə, anlaşılmağa ehtiyacınız varsa, kiməsə nəyisə anlatmağa ehtiyacınız varsa, dəstək istəyin. Əgər hansısa köməyə ehtiyacınız varsa, nəyisə edə bilmirsinizsə, bununla bağlı kiməsə müraciət etmək lazımsa da bunu da edin. Çünki hər şeyi siz edə bilməzsiniz. Və bəzən olur ki, həddindən artıq insan yüklənmiş olur. Özünüzü çox yüklənmiş hiss eləyəndə o yüklərinizi ala biləcək insanlar varsa da o yüklərinizi onlara verməyi də bacarın. Yüklərinizi azaltmağı da bacarın. Sizə kömək olmaq istəyən insanlara imkan verin, sizə kömək etsinlər. Hər şeyi mən edərəm deməyin. Və belə olanda
siz o yüngüllüyü də özünüzdə hiss etmiş olacaqsınız. Yükləriniz çiyninizə ağırlıq edirsə, onu ətrafınızla paylaşın. Zihninizi və bədəninizi dinləyin. Onun sizə nə demək istədiyinizin fərqində olun. Onları görməzdən gəlməyin. Gözləntiləri, xəyalları və ümidləri şişirtməyin. Bəzən biz həddindən artıq gözləntidə oluruq. Həddindən çox xəyallar qururuq. Həddindən çox ümidlənmiş oluruq. Və bu ümidlərimiz, bu xəyallarımız, bu gözləntilərimiz özünü doğrultmayanda biz bəzən xəyal qırıqlığına da uğramış oluruq. Bu isə bizim üzülməyimizə səbəb olur. Amma bu gözləntilərin həyata keçməməsinə üzülməyəndə, xəyal qırıqlığına düşməyəndə sadəcə o yönə baxmış oluruq ki, bəli, hal-hazırda mənim istədiyim olmadı. Kimlərsə məni incitdi, kimlərsə məni yıxdı, kimlərsə mənə qarşı hansısa istəmədiyim davranışı etdi. Bunlar artıq baş veribdir, mənim istəklərim həyata keçməyib, ümidlərim doğrulmayıb, xəyallarıma çata bilməmişəm, istədiyimi edə bilməmişəm. Bəs bunlardan mən nə öyrənə bilərəm? Burada mən hansı təcrübəni qazandım? Bunların fərqində olduqdan sonra irəli baxmaq lazımdır. Beləliklə biz özümüzü dəyərləndirmiş oluruq və özümüzə lazım olan sevgini vermiş oluruq. Duygusal davranıb sovrulmaq yerinə məntiqlə davranıb dik dura bilmək. Bu ən yaxşısıdır. Bunu bacarsaq, hər şey daha da gözəl olacaq. Dürüst və realist olmağı bacarmaq lazımdır. Özünüzlə zaman keçirməyi alışqanlıq halına gətirin. Məsəl üçün, tək halda nə isə izləmək, bir filmə mi baxmaq, bir verilişə mi baxmaq, sevdiyiniz hər hansı bir sənətli filmə mi baxmaq, sevdiyiniz hansısa bir kitabı oxumaq, tək halda gəzməyə çıxmaq, tək halda oturmaq, sadəcə düşünmək. Bunların hamısı normaldır. Bunların hamısı mümkündür. Bəzən insanlar tək qalmağı bacarmır. Elə bilir ki, hər şeyi kimləsə etmək lazımdır. Və o insanlar yanında olmayanda o bəzən üzülə bilir, o bəzən özünü yalnız hiss edə bilir. Tək olmaq, yalnız olmaq demək deyil. Əksinə, tək olmağı bacarmaq, özünə sevgi göstərməyi bacarmaq deməkdir. Tək olmağı bacarın. Və mütləq ki, sizin tək etmək istədiyiniz nələrsə var. Onları tapın və onları tək edin. Hansısa kitabı tək oxuya bilərsiniz. Hardasa gedib sakitcə zaman keçirə bilərsiniz. Özünüzlə baş-başa qala bilərsiniz. Düşünə bilərsiniz nələrsə haqqında. Və belə olanda özünüzü daha da kəşf edə bilərsiniz. Yaxından tanıya bilərsiniz. Beləliklə də nəyin sizə lazım olduğunu bilmiş ola bilərsiniz. Və beləliklə də o ehtiyaclarınızı da görmüş ola bilərsiniz. Ehtiyaclarınızı görmək, onları qarşılamaq özünüzə verə biləcəyiniz ən böyük sevginin göstəricisidir. İnsanlardan çox asılı olmayın. İnsanlara çox bağlanmayın. Hər şeyi başqalarından gözləməyin. Hər şeyi başqaları ilə etmək olar deyə düşünməyin. Və əgər həyatınızda kimlərsə varsa və bu insanlar sizə fayda vermirsə, bu insanlarla birlikdə olmaq əksinə sizə ziyan verirsə, sizi incidirsə, sizin həyatınızı məhv edirsə, alışqanlıqdır deyə onlarla yolunuzu davam etdirməyin. Sizin həyatınızda sizə mənfi təsir edən o insanları da həyatınızdan çıxartmağı bacarın. Onlarla yollarınızı ayırmağı bacarın. Onlardan, yəni uzaqlaşmağı bacarın. Bu da sizin özünüzə olan sevginizin göstəricisidir. Özünüzə olan dəyərin göstəricisidir. Bunları etmək elə də asan deyil, anlayıram. Amma hardansa başlaya bilərsiniz. Mən sizə bir neçə punktlar sadaladım. Bunların baxın görün
hansını etmək sizə daha asandır. Elə ondan başlayın. Özünüzə yatırımlar edin. Özünüz üçün indiyəcən etmədiyiniz nələrisə edin. Və bu doğrudan da sizi daha çox dəyərli hiss etdirəcək. İndiyənə kimi mən özüm üçün heç nə etməmişdim, artıq bunu edirəm. Misal üçün, indiyənə kimi özünüzə almadığınız nəyi özünüz üçünsə ala bilərsiniz. Özünüzə bir təlim ala bilərsiniz, özünüzə bir geyim ala bilərsiniz. Şəxsi inkişafınızla bağlı nələrsə edə bilərsiniz özünüz üçün. İndiyənə kimi almadığınız bahalı nələrsə özünüz üçün ala bilərsiniz. Və yaxud da ümumiyyətlə özünüz üçün etmədiyinizdə, yəni bu barədə heç düşünmədiyiniz bir şeyi özünüz üçün edə bilərsiniz. Hansı ki, o şey sizə hansısa faydanı verə bilər, sizi hansısa şəkildə xoşbəxt edə bilər. Onu özünüz üçün edə bilərsiniz və bununla da siz özünüzə çox böyük sevgi göstərə bilərsiniz. Elə bunu demişkən, mən sizi öz marafonuma dəvət edirəm. Mənim xanımlara bir marafonum var ki, bu marafon çox möhtəşəm bir marafondur. Çox zəngin mövzular var bu marafonda. Çox gözəl çalışmalar var, texnikalar var. Bu qadın enerjisi marafonudur. Bu marafona qoşulun və mən çox istəyərəm ki, xanımlar bu marafona qoşulsun və buna görə də bu marafonu hal-hazırda minimal ödənişlə sizə təklif edirəm. Qadın enerjisi marafonda siz nələri öyrənəcəksiniz, həyatınızda nələr dəyişə biləcəksiniz, istəyirəm bu haqda mən sizə danışım. Qadın enerjisi nədir? Qadın enerjisi hər birimizin daxilində olan bir enerjidir. Əslində bu qadında da var, kişidə də var. Amma qadında bunun faizi daha çoxdur, kişidə nisbətən azdır. Və bu belə olmalıdır. Qadında qadın enerjisi daha çox olmalıdır. Və bu balanslı olmalıdır. Əgər biz öz qadın enerjimizi balanslı saxlamağı bacarmasaq, bu bizə çox mənfi təsir edəcəkdir. Nəyə mənfi təsir edə bilər? Həyatımızın axışına, münasibətlərimizə, bolluq bərəkətimizə, karyeramıza, arzularımıza çatmağımıza, istəklərimizi reallaşdırmağımıza, hər bir şeyə bizim balanslı olmayan qadın enerjimiz təsir göstərə bilər. Əgər qadın enerjimiz balanslı olarsa, bunlar da nizamda olacaqdır. Yəni biz öz qadın enerjimizi balanslı edə bilsək, həyatımız çox gözəl olacaq. Elə bu da bizim özümüzə sevgimizdir. Bu marafonu özünüzə hədiyyə edə bilərsiniz. Elə buradan başlaya bilərsiniz özünüzü sevməyi. Mənim bu webinarımın mövzusu odur ki, özümü necə sevim. Baxın, bu webinara qoşulmaqla daha ətraflı məlumatlar öyrənə bilərsiniz. Qadın enerjisi ilə bağlı gözəl bilgilər, gözəl texnikalar. Orada mənim çox gözəl meditasiyalarım var, olumlamalarım var. Onları edərək möhtəşəm nəticələr əldə edə bilərsiniz. Onları tətbiq edərək daxilinizdəki o huzuru tapa bilərsiniz, üzə çıxara bilərsiniz. Hər birimizin daxilində müəyyən qədər huzur var, dinçlik var, o xəzinələr var, gözəlliklər var. Bəzən biz onları bastırırıq, bəzən biz onları kənara atırıq. Sadəcə olaraq bizi incidən şeylərə fokusumuzu veririk, diqqətimizi veririk. Belə olanda həyatımızda olan gözəllikləri də görməyə bacarmırıq. Amma bu marafonda siz o çalışmaları etdikcə özünüzün fərqində olacaqsınız. O gözəllikləri üzə çıxarmış olacaqsınız. Özünüzə zaman ayırmış olacaqsınız. Özünü sevməyin ən gözəl göstəricisi də budur. Özünə zaman ayırmaq. Günün müəyyən saatında özünüzə az olsa zaman ayırmaqla, özünüz üçün nələrsə etməklə o sevgini özünüzə göstərmiş olacaqsınız. Bu marafon 7 günlük marafondur və marafonda dediyim kimi çox maraqlı çalışmalar var. Və bu çalışmaları hər gün müəyyən zamana özünüzə ayırmaqla etdikcə siz görəcəksiniz ki, tamam başqa bir duruma gəlib çatırsınız. İndiyəcən mümkünsüz dediyiniz çox şeylərin mümkün olduğunun fərqində olacaqsınız. Özünüzdə, daxilinizdə olan görmədiyiniz özəlliklərinizi üzə çıxarmış olacaqsınız. Münasibətlərinizi daha da yaxşılaşdırmağı bacaracaqsınız. Bəlkə də işinizdə irəliləyişlər əldə edə bilərsiniz. Bəlkə də karyeranızın daha yaxşı nöqtəsinə çata bilərsiniz.
özünüzlə bağlı lazım olan addımları lazım olan zamanda atmağı bacaracaqsınız. Disiplininizi qura biləcəksiniz. Bu sizə doğrudan da çox möhtəşəm təsirlər buraxacaq. Və yalnız 7 gün yox, 7 gün bitdikdən sonra da burada öyrəndiklərinizi həyata tətbiq etməklə siz istədiyiniz həyata çata bilərsiniz. Ona görə də hər birinizi bu marafonuma dəvət edirəm. Qoşulun marafona və reallığınızı dəyişin və həyatınızı dəyişin. Bundan daha gözəl necə ola bilər? Əziz xanımlar, hal-hazırda dediyim kimi bayram abu-havasıdır. Bayramlar gəlir, qarşıda bir çox bayramlar var. Buna görə mən bunu sizə hədiyyə edirəm sanki. Minimal ödənişlə sadəcə balansı qorumaqla bu marafonu sizə təklif edirəm. Bu marafonu ala bilərsiniz və özünüz üçün marafonda olan həmin o texnikaları, o çalışmaları etməklə dediyim o gözəllikləri özünüz üçün təmin etmiş olacaqsınız. Bugünkü webinarımız mənim sizə çatdırmaq istədiklərim bu qədər idi. Düşünürəm ki, buradan çox şeylər öyrəndiniz və mən istəyirəm ki, burada öyrəndiklərinizi həyata tətbiq edin. Öz həyatınıza tətbiq edin. Həyatınıza bunları tətbiq etdikcə özünüz nəticələrin necə gözəl olduğunu görəcəksiniz. Onlar da mənimlə bölüşərsiniz. Bu məni daha da xoşbəxt edəcəkdir. Mənim həyat missiyam, istəyim insanlara faydalı olmaqdır və bunun üçün mən əlimdən gələnləri etməyə çalışıram. Bəzən olur ödənişsiz layihələrim olur, bəzən olur ödənişli layihələrim olur. Ödənişli layihələrim olanda da çalışıram ki, minimal ödənişlər olsun ki, insanlar maksimum fayda görə bilsin, daha çox insanlar bundan yararlana bilsin və hal-hazırda dediyim kimi istəyirəm ki, çox insanlar bundan yararlansın və hər birinizi dəvət edirəm Qadın Enerjisi marafonuma. Gəlin, qoşulun, iştirak edin, özünüzün o dəyərinizi üzə çıxardın, özünüzə sevgi göstərin, özünüzün ehtiyaclarınızı qarşılayın və özünüzü xoşbəxt edin. Hər birinizə sevgi dolu, sevinç dolu, xoşbəxtlik dolu, huzur dolu həyat arzulayıram. Qadın xoşbəxtliyi arzulayıram. Qadın enerjinizin balanslı olmağını arzulayıram. Və hər birinizə sevgi arzulayıram. Sevilmək, sevmək arzulayıram ki, qarşılıqlı ətrafdan və ən önəmlisi öz daxilinizdən qaynaqlanan o sevgini görəsiz və yaşayasız. Bu sizin içinizin huzurunu göstərəcək sizə. Belə çox danışmaq var əslində, amma düşünürəm ki, müəyyən qədər sizə bilgilər də verdim və marafonla bağlı açıqlamalar da verdim. Sizə qalıb sadəcə hərəkətə keçmək. Hər zaman mən marafonlarda da, təlimlərdə də deyirəm ki, danışmaq bəs etmir. Hərəkətə keçmək önəmlidir. Siz çox gözəl kitablar oxuya bilərsiniz, təlimlərə qoşula bilərsiniz, webinarlara qoşula bilərsiniz, marafonlara qoşula bilərsiniz. Orada olan ən sadə texnikanı belə etmək sizin həyatınıza gözəllik qatacaq. Amma sadəcə öyrənməklə, oxumaqla və tətbiq etməməklə siz heç nə əldə edə bilməyəcəksiniz. Və çalışın qurban şüurundan çıxın. Qurban şüurundan çıxın. Komfort zonanızdan çıxın. O bayaqları mən sizə misal çəkdim ki, mən nə edə bilərəm, mən heç nə bacarmaram, onsuz da heç nə dəyişməyəcək. Bu cümlələri qoyun kənara. Düşünməyin ki, hə, bunu etsəm heç nə olmayacaq. İndiyənə kimi həyatımda hər şey pis gedibdi. İndən belə güya nə dəyişəcək ki? Bunları düşünmək sizin şuur altında qalan keçmişdən nəyisə edib uğursuzluğa düşməyinizdən qaynaqlanan negativ inanclarınızdır, qəliblərinizdir. Bunları bir kənara qoyun və bugündən hərəkətə keçin. Özünüz üçün lazım olan addımları atın və özünüzü xoşbəxt edin. Bugünlük bu qədər. Sağ olun, sevgi ilə qalın. Əgər marafona qoşulmaq istəsəz, mənə şəxsi yaza bilərsiniz. Uğurlar. Sizinlə mən idim. Yaşam koçu Aynur İsmailova. Sevgi ilə qalın.